Keçən yazımızda müddəa ilə BRS arasındakı müqavilənin ciddi nöqsanlarını qeyd etmişdik. Belə ki, Abşeron və Sumqayıt istiqamətində şagird daşınması üzərinə götürən Bakı Rent Servis şirkəti ilə bağlı şikayətlər artıq fərdi narazılıq çərçivəsindən çıxıb bir sistem böhranına çevrilib. Lakin ən maraqlı məqam bu bərbad vəziyyətin texniki tərəfi deyil, onun arxasındakı himayədar iddialardır. Redaksiyamıza daxil olan məlumatlar bütün yolların Elm və Təhsil Nazirinin müavini Firidun Qurbanova çıxdığını göstərir. İddialara görə müddianın bu qədər qanunsuzluğa, texniki çatışmazlığa və valideyn etirazına rəğmən BRS şirkəti ilə müqaviləni davam etdirməsinin tək səbəbi cənab Qurbanovun bu məsələdəki qəti tövsiyəsi və təzyiqidir. Burada haqlı olaraq suallar yaranır. Təcrübə yoxsa tanışlıq? Niyə uzun illər bu sahədə qüsursuz fəaliyyət göstərən peşəkar bazası olan şirkətlər kənara itələndi və Meydan Bakı Rent Servis kimi qeyri-şəffaf bir quruma verildi? Nazir müavinin marağı nədir? Dövlət büdcəsindən ayrılan vəsaitin müqavilində uşaqların 75 yaş üçün müqaviləsiz sürücülərə və xarici nömrəli köhnə gürüş avtobuslara əmanət edilməsinə Firidun Qurbanov niyə razı olur? Cənab Qurbanovun yaşıl işıq yandırdığı iddia edilən bu əməkdaşlığın acı nəticələri göz önündədir. Müqavilədə 24 avtobus nəzərdə tutulduğu halda xəttə 16-nın çıxması kiminsə cibinə gedən artıq vəsait deməkdir. Nazir müavini bu maliyyə fərqindən xəbərdardırmı? Xarici dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin ölkə daxili şagird daşımasına cəlb edilməsi qanunvericiliyin birbaşa tapdanmasıdır. Təhsilin hüquqi bazasına cavabdeh şəxslərdən biri olan nazir müavini buna necə göz yumur? Sürücülərin uşaqlarla kobud rəftarı və qeyri-etik davranışları barədə yüzlərlə şikayət var. Bu təhsilin keyfiyyəti şüarı ilə nə dərəcədə üst-üstə düşür? Hər hansı bir bədbəxt hadisə baş verərsə, Firidun Qurbanov bu tövsiyəsinin arxasında dura biləcəkmi? Yoxsa məsuliyyət yenə aşağı pillədəki icraçıların üzərinə atılacaq? Qeyd edək ki, dövlət sektorunda çalışanlar üçün yaş həddi 65 olsa da, Firidun Qurbanov 74 yaşında hələ də vəzifəsini icra edir. Lakin bu imtiyaz ona uşaqların həyatını təhlükəyə atmaq haqqı vermir. Şagirdlərin köhnə avtobuslara və yaşlı sürücülərə həvalə edilməsi qətiyyən qəbul olunmazdır. Müttə rəhbərliyi və şəxsən cənab Qurbanov anlamalıdır ki, söhbət dövlət büdcəsinin talanmasından deyil, həm də gələcəyimiz olan uşaqların həyatından gedir. Daha ucuz adı altında qurulan bu biznes sxemi artıq ifşa olunub. Təhsil media olaraq sual edirik. Firidun Qurbanov bu şirkətə bağlayan görünməyən tellər nədən ibarətdir? Ümid edirik ki, Elm və Təhsil Nazirliyi bu tender xaosu ilə bağlı ictimaiyyətə inandırıcı bir izahat verəcək. Əks halda bu susqunluq iddiaların doğruluğunun təsdiqi kimi qəbul ediləcək. Yazıda adı halanın qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq. Rəhnur